Ay millət, bizim bu ölkəmizi, bu gözəl Azərbaycanımızı, bu şərəfsizlər nə günlərə qoydular. Qazax rayonunun Daşsalahlı kəndində Damcılı deyilən bir yer var. Bəlkə də dünyada elə möcüzəli bir yer yoxdur. Mat qalarsan. Bu dağın başında çay mı var, göl mü var? Bu su hardan gəlir, bu damlalar hardan gəlir? Çox təəccüblü işdir. Sadəcə olaraq millət axın olub gedib ona baxıb gəlirdi. Hətta olurdu ki, xaricdən də gəlib baxırdılar. İndi bu şərəfsizlər nə edib? Oraya baxışı pullu eləyibdi. Vallahi billahi çox biabırçılıqdır. Bu dağı siz mi yaratdınız? Bu suyu siz mi yaratdınız? Bu nə biabırçılıqdır? Deyirlər Qazaxın icra başçısı Rəcəb də nədir? İşləyən adamdır. Və nə tər işləyir ki, bu işə yol veribdir. O təbii ki, yəqin ona da bir şey çatıbdır ki, bu işə qol çəkibdir. Yenə deyirəm, çox biabırçılıqdır. Sizin almadığınız, yiyələnmədiyiniz yer artıq yoxdur, qalmayıbdır. Bir yer ya yadınızdan çıxıb, ya axıra saxlayırsınız. Yadınıza salmaq istəyirəm. Elə bir yerdir ki, hər gün oraya giriş var. Millət axını var. Bax, ora yadınızdan çıxıbdır. Belə eləyin, oranın da qapısının ağzına bir iki polis qoyun. Ay ölülər, siz keçə bilərsiniz, ödənişsizsiniz. Ay dirilər, ödənişlisiniz. Bildiniz də harayı deyirəm, qabırsanlığı. Mən Allah adamıyam. Allah adamı kimi sizə deyirəm ki, oraya ələ keçirəndə oranın ödənişini 50 qəpik eləyin. Çünki oraya gedən ağlamağa gedir. Bildinizmi? Mən özüm Allah adamı sayıram. Mənim lənətdədiyim adamların qabağından heç vaxt duru su axa bilməz. İstəyirsiniz inanın, istəyirsiniz heç inanan gününüz olmasın. Yoxlayın və sınayın. Görün aqibətiniz necə olacaq. Görün yığdığınız nəyə qismət olacaq. Mənim bugünkü söhbətim bu qədər.